Bir dənə böyük, əzəmətli, insafən əyri oturub düz danışaq. Gözəl bir mücəssəmə düzləndi. Kimlə? Rüstəm ki, savaşıb bir dənə öcünə. İndi biz bir dənə bu cür əzəmətli yox, bir dənə sadə, məmuli mücəssəmə istəyirik. Babəkdən, Atilladan, Uzun Həsəndən və bu cür böyük karakterlərimizdən ki, doğudandılar. Rüstəm bilirik ki, əfsanəyi yalan bir karakter. Bu cür deyəsiz, niyə cürəmirlər? Hop, bir, tamamı xəş. Büdcənin düzdürən, baxsız kağız üstündə bu ustanın B1 büdcəsi var, onun B1 büdcəsi var, yox, bunlar yalan. Kolli məmləkətin büdcəsinin yarısından çoxu təxsis tapılır. İsfahana, Kirmana, Məşədə, Tehran təbiətən paytaxtdır gərək ona. Amma xop, bunlar İsfahan, Yəzd, Kirman, Şiraz bunlara təxsis. Və bu pullarla da ki, bunlar hər iş görə bilərlər. Məsələn gördük ki, Zayəndə çayını diriltdilər. Ki İran şəhəri öz nüfuzu ilə bais olubdur bu büdcənin, yəni kolli ölkənin büdcəsinin çoxu keçsin bu ustanlara. İndi Təbriz 2 ildir istəyir də asfaltını dəyişə. Qırtı yavaş gedir qabağa. Dərhal ki, əgər büdcə ola, əgər himayət ola, bizə də İsfahana tay büdcə versələr, o bizim necə bu cür müşkilimiz olar? Biz baxın Cümhuriyyə İslamiyyə görə inqilab elədik. Ki bu ölkədə ideolojiya Cümhuriyyə İslami vücuda gəlsin. Anı yoxdur. İndi bu ölkə olubdur. Ölkənin adı budur. Keşvər-i İran, Şəhriyə İran. Yəni ölkənin adı olubdur bu. İran şəhərdə bir uşaq olan cicilər məmləkəti. Biz Cümhuriyyə İslamiyyə görə qalxmışıq, yox İran şəhriyə görə. Bəs nəticə aldıq ki, bir bizə büdcə vermirlər, ta özləri tox olsunlar. Yəni bina istismar. 2000-ci. Bunların İran şəhrinin amadı budur ki, türkləri İrandan öldürələr. Ki Zəncanda, Qəzvində və Həmədanda müvəffəq olublar. Və dərvaqə də müvəffəq olacaqlar. Təqribən bir 20 ildən sonra İranda türk qalmayacaqdır. Bütün uşaqlar farsı danışır, bilirik. Türk qalmayacaq. Bəli, xop, biz gəl bu həqaiqi deyək ki, biz hətta öləndən sonra bu sözlər bəyə bir nəfərə çatdı, bildilər ki, İran şəhərlərindən zülm ediblər. İndi bilirik ki, hər qovumun, hər eytəz və ya fərhəngi əyasda saxlayan bir dilidir. 2000-ci osturələridir, xatirələridir bunlar. Buna görə bunlar heç vaxt qoymazlar ki, biz öz osturələrimizin mücəssəməsini düzləyək. Bunlara bir bərnamə tutaq. Məsələn, Ərgənəgönə görə Ərgənəgön Məni Türkün osturəsidir. Bozqurd Məni Türkün osturələrindən biridir. Bilqəmiş və ya ayrı bir osturələr bunların heç vaxt qoymazlar ki, mən bunlara görə bir mücəssəmə düzləyəm. Bütün amad budur ki, mən öləm. Məni Türk qərardır öləm. Sonuçda bu iki nədənə görə imkan yoxdur bir dənə türk osturə mücəssəməsi bizim ölkələrdə qoşulur.